Dostlar, 21 fevriye bizim hərəkat üçün və bizim tək-təkimiz üçün önəmli bir gün sayılır. Yəni ilin bir günündə ana dilinə odaqlanmaq. Amma yalnız o məsələ odaqlanma məsələsi deyildir. Yəni 21 fevriye gəldiyində onun önəmini vurğulayaq və hətta bəzən də bir konferans, seminariyo sahədə keçirdək ki, iş görüldü. Əlbəttə onlar da lazımdır görülsün. Amma o işlər, mesela seminar bərpa etmək, 21 fevriye Dünya Ana Dili Gününe vurgu yapmaq, önəmin göstərmək, tamam, bunlar bir tərəf məsələdir. Yəni fərdlərin, şəxslərin, insanlarımızın, əncümənlərimizin işidir bu işlər. Amma bir aktivistin, bir siyasi fəalın, bir düşünürün görəvi bunlar deyirlər. Önəmsəməni hər kəs yapabilir, bir əncümən və ya bir mədəni fəal. Amma siyasi bir cərəyanın, təşkilatın, hizbin və hətta siyasi bir şəxsin bu sahədə işi tamamilə bir yalnız önəmsəmədən ötəri getməlidir. Yəni, məsələ, necə önəmsəyəlim deyə düşünmək lazımdır. O necəliyində milli maarifləşməyə diqqət çəkmək söz konusu olur orada. Yalnız önəmsəmə ilə necə önəmsəyim deyə ki, başqa fərqli şeylərdir, elə deyil. Bildiyiniz kimi, dünya ana dili bizim millət üçün, ələlxüsus türklər üçün, həm Azərbaycanda və həm İranın çapında milli maarifləşmə üçün ən önəmli günlərdən biridir. Yəni, bizim milli maarifləşmədə ən önəmli faktorlardan biri ana dilidir, milli dildir və ona diqqət çəkmədir və xalqımızın içində ana dilinə görə həssasiyyət yaratmaq məqsəd olmağı lazımdır. Hətta buraya gəldiyimizdə o ikinci ən mühüm həssas mövzular ki, milli maarifləşmədə rol oynaya bilər, milli kimliyimizdə türk olmamız və ona diqqət çəkmə. Və önəmli olan yine budur. Necə ona diqqət çəkmə. O necə ona diqqət çəkmə deyəndə sən onda öz toplumunun psixolojisini bilməlisən. Hangi dildə nə təhər və mövzunu necə meydana gətirsəm deyə daha ilgi çəkərəm deyə düşünmək lazımdır. Dedim, ana dili bizim toplumumuzda önəmi daha çoxdur. Onun səbəbi Türk toplumunun geçən 100 ildə asimilasyon siyasətinə məruz qalması üçündür. Farslaşdırılması üçündür. Beynini bir Türk beyni deyil, bir Fars beyni kimi çalışdırmağa, adətləndirmək üçündür. Mesela biz Bəluç toplumuna gəldiyimizdə və ya hətta Kürt toplumuna gəldiyimizdə orada demirəm ana dili önəmli deyil. Orada ana dili deyil ki, milli maarifləşməyə yol açır. Orada iqtisadi cəhətdən yoxsulluq məsələsidir. İctimai, iqtisadi cəhətdən əzilmişliyi və ayrı seçkiliyi onu milli maarifləşməyə sürükləyir. Amma Türk toplumu ilə adın çəkdiyim toplumları qiyas edəndə burada demirəm yoxsulluq yoxdur. Amma əsas faktoru deyil. Əsas faktor Türk toplumunda subyektiv faktorlardır. Obyektiv faktorlar değildir. Necə ki dedim, mesela Bəluç toplumunda, Kürt toplumunda, bəlkə hətta Ərəb toplumunda, hətta lorlar içində obyektiv faktorlar, yəni yoxsulluq bir önəmli faktordur. Amma Türk toplumuna gələndə orada subyektiv məsələlər söz konusudur. Mesela ana dili faktoruna dayanaraq milli maarifləşmə ya milli kimliyə dayanaraq milli maarifləşmə. Mesela Tehranda Türk ilə Farsın yaşam səviyyəsində fərqli yoxdur ki, həm Tehranın burjuvasının içində türk tapacaqsan, həm Tehranın işçisinin içində türk tapacaqsan. Yəni orada əsli məsələ milli maarifləşmə üçün subyektiv faktorlara dayanmaqdır. Bu əsas fərqdir türklərlə başqa qeyri-fars millətlər arası. Əlbəttə orada da subyektiv məsələlər var. Mesela deyək, Kürdlər və Bəluçlarla subyektiv mövzu Farslarla və ya mərkəzlə din fərqli idi. Onlar sünnidilər, bunlar şiədilər.
Və bura gəldiyimizdə orada da subyektiv faktorlardan istifadə etmək istəsələrsə, din məsələsinə barmaq qoyacaqlar ki, elə o din məsələsi özü də milli hərəkatın güclənməsinə o bölgələrdə istər-istəməz köməkli edir. Diqqət etsəz, Bəluçların son etirazı hərəkətlərdə mesela Moğlavi Abdüləzizin rolu idi. Yəni din fərqliliyi istər-istəməz orada bir milli mücadilənin güclənməsinə köməkli edir. Amma bu faktor türklərə gələndə bir işləvi yoxdur da. Yəni Şiə olmağımız mərkəzdən ayrılmamıza ya Fars toplumundan ayrı hərəkət etməmizə yardımcı olmur. Heç hətta bir zərər verici də bir rolu vardır. Mesela bu asimilasyon məsələsində də bizim xalqın Şiə olması bir yardımcı faktor kimi əməl etmişdir. Sözlərimi toplamaq istəsəm, Türk toplumu ilə başqa qeyri-fars xalqlar arasında milli mücadilənin gelişilməsində iki faktor rol oynayır. Subyektiv faktorlar, obyektiv faktorlar. Türk xalqına və Türk millətinə gəldiyimizdə subyektiv faktorlar, obyektiv faktorlara qiyas edəndə subyektiv faktorlar birinci rolu və obyektiv faktorlar ikinci rol oynuyorlar. Amma başqa qeyri-fars xalqlara gəldiyimizdə obyektiv faktorlar əsli rol oynuyor və subyektiv faktorlar ikinci rol oynamaqdadırlar. İndi bura gəldiyimizdə Dünya Ana Dili Günü, yəni 21 fevral bir subyektiv faktordur da. İnsana milli maarifləşməsi üçün onun dilinin önəmini vurgulayacaqsan və ya insanın dilinə qarşı bir həssasiyyət yaradacaqsan. Yəni bir subyektiv faktora dayanaraq milli maarifləşməni aparmağa çalışacaqsan. Yəni burada daha çox incəliklərə diqqət lazımdır. Obyektiv faktor ümdə rolu oynayanda, əsli rolu oynayanda orada sənin gündəlik yaşamın səni maarifləşməyə aparmağa şərait yaraldır da. Faktor cibində pulun olmamasıdır. Gündəlik yaşamın çətinlikləridir. Uşağın, ailəvin ehtiyaclarını gidərməkdə çətinlik çəkməkdir. Yəni hər gün bunu yaşayırsan. Amma subyektiv faktorda həssasiyyət yaratmağa incəlik lazımdır. Bilinc lazımdır. Oxumaq lazımdır. Zehnində öz dilini mənimsəmək üçün yeni formullar yaratmaq lazımdır. Yəni bir səviyyə obyektiv faktorlara qiyas edində bilinc lazımdır, məlumat lazımdır. Yəni sadəcə desəm, biraz iş çətinləşir deyə düşünməyimiz lazımdır. Sözümün sonu bu danışmada bu olsun ki, milli aktivistlərimiz, xəllaq insanlarımız, qələm sahibi, düşüncə sahibi olanlar necə Dünya Ana Dili Gününü bir subyektiv faktor kimi xalqımızın milli maarifləşməsi üçün istifadə etmək olar. Yəni burada iki faktor meydana gəlir. Birincisi yeni düşüncələr. İkincisi isə o düşüncələri toplumun ümumi əfkarına transfer etməkdir. Bu da media, sosial media və başqa vasitələrin köməyi ilə mümkündür. Amma acaba yeni fikirlərin bu sahədə doğulmasına imkanımız varmı? Və əgərsə yeni fikirlərin doğulmasına imkanımız varsa, o fikirləri topluma transfer etməyə vasitəmiz varmı deyə düşünüb və sözümü burada sona çatdırıram. Çox təşəkkür edirəm.